Hər vaxtınız xeyir dostlar, bir məhkəmə xəbəri barədə sizə məlumat vermək istəyirəm. Belə ki, TikTokda daha çox Mahira ləqəbi ilə tanınan Mahirə Maranskayanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Xatırladım ki, ona qarşı Cinayət Məcəlləsinin 243.1-ci, yəni gəlir əldə etmək və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə ittiham sürülüb. Bu məhkəmə prosesi Abşeron rayon məhkəməsində baş tutub və məhkəmə prosesində zərərçəkmişlər dindirilib. Azərbaycan Reallığı saytı həmin zərərçəkmiş xanımlardan birinin ibtidai istintaq dövründə verdiyi ifadəsini əldə edib və o ifadədə nələr göstərilib, nələr danışılıb, bu barədə növbəti süjetdə. Zərərçəkmiş bildirir ki, Maranskaya Mahirə Namiq qızını təxminən 2023-cü il sentyabr ayından adını xatırlamadığı tanışı vasitəsilə tanıyıb. Onunla söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Mahirə ona pul qazanacağı, iş tapa biləcəyini deyib. Ondan həmin işin nə olduğunu soruşduqda bildirib ki, müştərilər olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağı təşkil edəcək. Zərərçəkmiş Mahirə ilə tanış olduqdan sonra aralarında bir müddət mobil telefon əlaqəsi olub. 2023-cü il sentyabr ayının sonlarında həmin vaxt yaşadığı Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zardabi küçəsi ev 175, mənzil 212 ünvanında olan zaman Mahirə onunla WhatsApp vasitəsilə əlaqə saxlamış. Bu zaman müştəriləri ilə görüşüb pul müqabilində onlarla cinsi əlaqədə olmağı təklif edərək razılaşıb. Həmin vaxtdan etibarən Mahirə müştərilərlə görüşmək üçün onunla əlaqə saxlamağa başlayıb. Razılaşmaya əsasən Mahirə onu 500 manat pul müqabilində müştərilərinə təqdim etməli olur. Pulu müştəridən aldıqdan sonra 200 manatını özünə, qalanını isə zərərçəkmişə verir. Bundan sonra Mahirə onunla telefon əlaqəsi saxlayaraq bir neçə dəfə müştərilərin olduğu məkanlara göndərib. Hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 500 manat pul alıb, 200 manatı Mahirəyə məxsus bank kartına göndərib. Sonuncu dəfə Mahirə onu 2024-cü ilin fevral ayının sonlarında fahişəliyə cəlb etmiş, həmin vaxtdan sonra onunla əlaqələri kəsilmiş, müştəri onunla cinsi əlaqədə olarkən nömrəsini heç bir zaman götürməyib. Zərərçəkmişin sözlərinə görə 2023-cü ilin sentyabrın sonlarından 2024-cü ilin fevral ayının sonlarına dək müxtəlif vaxtlarda təxminən 15-20 dəfə fahişəliyə cəlb edilib. Qeyd edək ki, növbəti məhkəmə prosesi iyunun əvvəllərində davam etdiriləcək. Xatırladaq ki, Mahirə Maranskaya Daxili İşlər Nazirliyinin İnsan Alverine qarşı mübarizə baş idarəsi tərəfindən istintaqa cəlb edilib. 2001-ci il təvəllüdlü Mahirə Maranskaya barəsində Cinayət Məcəlləsinin 243.1-ci, yəni gəlir və ya digər fayda əldə etmə məqsədi ilə fahişəliyə cəlb etmə maddəsi ilə ittiham sürülüb və barəsində həbs növü olmayan qətimkan tədbiri seçilib. Onun bu əməlindən onu yaxın xanım zərər çəkib. Zərərçəkmişlər arasında universitet tələbələrinin də olduğu deyilir. Əgər onun cinayət əməli sübuta yetirilərsə, xanım TikTokeri 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.